Hörmətli izləyicilərimiz, əziz şagirdlər, əziz tələbələr, biz bu günlərim yenə də Lerik rayonunun ən gözəl kəndlərindən biri olan Lüləkəran kəndində. Amma Lüləkəran kəndində olmağına baxmayaraq, Gürdəsər kənd tam orta məktəbinin qabaqcıl nümunə və gənc bir müəllimi sizlərə təqdim etmək istəyirəm. Adınız, soyadınız müəllim? Pirməməd Sakit Bəyləroğlu. Çox gözəl. Hansı məktəb müəllimisiz? Mən Lerik rayonunun Güldəsər kənd tam orta məktəbi. Çox gözəl. Neçə il təhsil sahəsində çalışırsınız? 3-cü ildir. Gənc müəllimsiz və bədən tərbiyə, fiziki tərbiyə fənni tədris edirsiniz. Mən bu qədər ixtisasların içində nəyə görə fiziki tərbiyəni seçdiniz? Marağım çoxdur. Çox gözəl. Biz bilirik siz zəhmətkeş ailədə dünyaya gəlmisiniz Bəli. və çalışırsınız ki, hər zaman atanın, ananın əziyyətini yerə vurmayasınız. Gözəl işlərlə məşğulsunuz. Sizə öz adımızdan dərin təşəkkürümü bildiririk. Sizə minnətdaram. Xoş gəlmisiniz. Çox sağ olun. Bugün 2026-cı il, demək 7 may tarixidir. Bu kadrlara 10 il, 20 il, 30 il sonra sizin nəvələriniz, nəticələriniz, yaxınlarınız və şagirdləriniz baxacaq. Onlara ürək sözü nə deyə bilərsiniz? Ürək sözü mən kimi, yəni mən nətər deyim, mən valideynlərim mənə nətərsə böyüdüblərsə, mən də onlara arzu edirəm ki, yəni mən valideynlərimin başını həmişə uzat tutmuşam, onlar da valideynlərimin başını uzat tutsunlar. İnşallah. Yəni, çox sağ olun. Təşəkkürlər. Bəli müəllim, siz ürək sözü nə deyə bilərsiniz? Atanın ən böyük arzusu budur ki, uşağı böyüdüb, ona təhsil vermək. Şükür Allah, təhsili uşağa vermişəm. Allah onlara can sağlığı versin. Çox sağ ol, təşəkkür edirəm. Atamıza minnətdarıq ki, təhsili bizə verib, çox sağ olsun. Sizin adınız nədir? Mən də Pirməməd Seymur Əkrəmoğlu. Bəli. Mən də qardaşıma uğurlar arzulayıram bu yolda. Mən də həm də onunla həmkarım. Çox gözəl. Yəni bir daha ona uğurlar arzulayıram. Təşəkkürlər, minnətdaram. Çox sağ olun. Biz də sizin hər birinizə uğurlar dilərik. Gələn dəfə siz gəlib çəkəcəm inşallah. Təşəkkürlər, minnətdaram. Bəli, bu arada da biz Hamarat məktəbinin direktoruna da, onun kollektivinə də öz adımızdan sağ ol deyirik ki, gözəl kollektivdir, gözəl müəllimlərdir. İnşallah təşəkkür edirik. Sağ olun. Təşəkkür edirəm.